Yeni aldıqlarımı birlikdə incələyirik. Deməli, bu Sinozun Gidrafil yağıdır. Bu Gidrafil yağ çox möhtəşəm, ötəsi bir məhsuldur. Başlığından da gördüyünüz kimi bir neçə dəfə istifadə etmişəm. 400 ml-dir, bərəkətli bir məhsuldur. Həcminə görə də qiyməti tam da uyğundur. Bu məhsul isə Golden Rose brendinin makiyaj sabitləyici spreyidir. İlkin olaraq qapağının boş olmağı heç də xoşuma gəlmədi. İrəliləyən zamanlarda videoda sizinlə birlikdə bunun sabitləməyini sınayacağıq. 2 ölçülü qələm yonanda aldım. Mistage'in 776 nömrəli dodaq qələmi. Bu dodaq qələmini müvəqqəti olaraq MAC Stone əvəzləyicisi olaraq əldə etdim. Burada makiyaj sabitləyicisini test edirəm. Biraz gözləyək görək necə olacaq. İlk dəfədir ki, Batiste brendinin bu quru şampununu aldım. Debət Factory brendinə aid olan bu duş gelini sizə onlayn şəkildə əvvəl də göstərmişəm. Sadəcə yemək istəyəcəksiniz bu duş gelini. Ən möhtəşəm vanil qoxusu. Az sonra həyatımın şokunu yaşayacağım ha dostlar. Saxta olması mümkünsüzdür çünki ayrı edə bilirəm, yoxlayıb almışam. Yaxşı, bəs bu qələm niyə digəri kimi yaxşı çəkmir? Mən 743 nömrəli qələmini dodaq qələmi bilib götürmüşəm. Əslində isə qaş qələmi imiş. Və bunu evə gələndə öyrəndim. Bununla da Mistage'in qaş qələmlərinin də olduğunu öyrənmiş oldum. Axır ki, ən sevimli kremlərimdən olan bu kremin böyük boyunu da tapdım. Golden Rose brendinin sevdiyim dodaq boyası seriyasından bu dəfə 118 nömrəli rəngini əldə etdim. Makiyaj sabitləyicisi dodaq qələmini elə də yaxşı saxlamadı. Petit Maison brendinə aid 4 ədəd şirin şəkər maskalar əldə etdim. Morphos'dan belə bir saç vaksı. Təbii ki, mən bunu sadəcə saç vaksı olaraq deyil, həmçinin də qaş sabitləyici olaraq da istifadə edəcəm. Çünki bir çox videolarda bu cür istifadə olunurdu və mən də dedim ki, mütləq bunu sınamalıyam. Əvvəl də istifadə edərək çox bəyəndiyim Doğa brendindən evimiz və paltarlar üçün təmizləyici vasitələr də əldə etdim. Qoxuları möhtəşəmdir. Belə qızlar, abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.